Həyatda insan Allahdan başqa nəyə güvənirsə, elə o güvəndikləri ona zərbə vurur. Həyatda insan Allahdan başqa nəyə ümid bəsləyirsə, o ümid bəslədiyi yerdən quyuya düşür. Nəyə arxayınsansa, ən arxayın olduğun yerdən quyuya salınacaqsan. Oradan xəyanət olunacaqsan. Allah deyir, bəndəmin məndən başqa nəyə ümidi varsa, ondan ümidini kəsərəm. O ümidi ki, gəlib mənə ümid bağlasın, bundan ötürü kəsərəm. Buyurur, niyə məndən istəmirsən? Verən mən deyiləm. Problemləri həll eləyən mən deyiləm. Mənim qapımı niyə döymürsən? Bir halda ki, mənim qapım açıqdır. Yəni, gəlsən, gözləməzsən, qapı açıqdır. Yetər ki, sən gəl. Bir dəfə də gəlsən görəcəksən ki, səni heç gözlətmirlər. Bir dəfə də gəl, söhbət elə. Görəcəksən ki, səni qarşılayırlar, qəbul edirlər. Bir dəfə də gəl, görəcəksən ki, ən çox səni burada sevirlərmiş.